Salam, hörmətli izləyicilər. 7-ci sinif dərsliyindən 6-cı bölmədə keçirilən dil qaydalarına baxaq. Qeyd edim ki, bu video 7-ci sinifdə KSG 6-ya hazırlıq məqsədi ilə çəkilir. İzahlarımıza başlayaq. Deməli, 6-cı bölmədə keçirilən dil qaydaları. Əsas və köməkçi nitq hissələrinin amonimliyi. Ümumiyyətlə, bildiyimiz kimi, amonimlər deyilişi və yazılışı eyni, leksik mənaları isə tamamilə fərqli olan sözlərdir. Bu bölmədə əsas və köməkçi nitq hissələrinin amonimliyi haqqında danışaq. Bir sıra köməkçi nitq hissələri əsas nitq hissələri ilə amonimlik təşkil edir. Bunları fərqləndirərkən nəzərə almaq lazımdır ki, köməkçi nitq hissələri cümlədə heç bir suala cavab vermir, ayrılıqda cümlə üzvü olmur. Məsələn, burada baxırıq, məndən sonra sən gəldin. Burada sonra qoşmadır. Fikir verir ki, özündən əvvəl gələn söz çıxışlıq halda işlənib. Bildiyimiz kimi qoşmalar ismin müəyyən hallarına qoşularaq cümlədə mənaçaları əmələ gətirir. Amma sonra sözü ayrılıqda işlənəndə zaman zərfi olur. Mən sonra gedəcəyim. Nə zaman? Sonra. Həmçinin burada baxırıq, elə adam tanımıram, elə mən də onu tanımıram. İndi gəlin elənin işlənmə məqamlarına baxaq. Elə insan. Elə danışır. Elə mən də onu deyirəm. Elə obaya yaz gəlir. Tapşırıqları belə. İndi burada baxırıq. Elə insan. Necə insan? Yəni, özündən sonra isim gəlibsə, burada elə əvəzlik kimi işlənir. Həmçinin elə danışır. Necə danışır? Yəni, bu məqamda da əvəzlik işlənir. Hər iki halda əvəzlikdir. Sadəcə olaraq, birincidə elə insan, necə insan sifəti əvəz edib, ikinci məqamda isə zərfi əvəz edib. Sonra digər cümlədə elə mən də onu deyirəm. Burada isə elə ədat kimi işlənib. Yəni, bildiyimiz kimi ədatlar cümlələrin, sözlərin təsir gücünü artırır. Onları cümlədən çıxartdıqda mənasında elə də dəyişiklik olmur. Sadəcə olaraq emosionallığı azalır. Sonra digər formada isə elə obaya yaz gəlir. Burada isə elə yönlük halda işlənmiş isimdir. Tapşırıqları elə. Bu nümunədə isə elə feildir. Nə etmək sualına cavab verir. Yəni, gördüyümüz kimi burada elə müxtəlif məqamlarda işləndi və amonim oldu. Yəni, həm əsas nitq hissəsi kimi əvəzlik oldu, həm də köməkçi nitq hissəsi kimi, ədat kimi işləndi. Digər nümunələrə baxaq. Tək əldən səs çıxmaz, tək sən buna laqeyd deyilsən. İndi isə tək sözünün işlənmə məqamlarına baxaq. Tək əldən səs çıxmaz. Tək gəlmişdi, sənin tək. Bu məqamlara baxaq. Deməli, tək əldən səs çıxmaz. Burada
tək sifətdir. Çünki özündən sonra isim gəlir. Tək gəlmişdi. Özündən sonra zərf gəlib. Deməli, bu məqamda tək zərfdir. Sənin tək, burada isə tək qoşmadır. Sənin tək, sənin kimi. Həmçinin tək ədat kimi də işlənə bilər. Tək sən mənə kömək edə bilərsən. Burada isə tək ədat kimi işlənib. Yəni gördüyümüz kimi tək sözü də ayrı-ayrı formalarda həm əsas nitq hissəsi kimi, həm də köməkçi nitq hissəsi kimi işləndi. Digərlərinə baxaq. Kimi, sarı, doğru. Kimi sözü, deməli, qeyri-müəyyən əvəzlik olduqda kimi danışır, kimi gülür. Burada qeyri-müəyyən əvəzlik olur, yəni kimsə mənasında. Yönlü halda olan sözə qoşulmuş qoşma kimi. Məsələn, evə kimi, evə qədər. Burada isə qoşma olur, kimi. Yiyəlik halda olan sözə qoşulmuş qoşma kimi, sənin kimi. Burada isə bənzətmə bildirir. Həmçinin sarı sözü də sifət kimi. Məsələn, sarı limon, necə limon? Qoşma kimi, evə sarı. İstiqamət bildirir. Feil kimi, yaramı sarı. Doğru sözü sifət kimi. Doğru söz, necə söz? Sifət olur. Evə doğru qoşma olur. Zərf kimi doğru danış. Digər qaydalarımıza baxaq. Köməkçi nitq hissələrinin amonimliyi. Biraz bundan əvvəl izah etdiklərimiz əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin amonimliyidir. Yəni doğru sözü, məsələn, bir halda diqqət eləyək. Əsas nitq hissəsi oldu, məsələn, doğru söz. Doğru söz. Həm buna bir sual verə bilir. Necə söz? Doğru söz. Amma evə doğru oldu köməkçi nitq hissəsi. Yəni əsas nitq hissəsi olanda suala cavab verir. Köməkçi nitq hissəsi olanda suala cavab vermir. Qoşulduğu sözlə birlikdə mənaçaları əmələ gətirir. Köməkçi nitq hissələrinin amonimliyi. Köməkçi nitq hissələr bir-biri ilə də amonimlik təşkil edə bilər. Onları fərqləndirmək üçün sözün cümlədəki funksiyasına diqqət yetirmək lazımdır. Məsələn, bu işi ancaq sən həll edə bilərsən. Yəni, yalnız sən. Burada mənanı qüvvətləndirir və ədatdır. Bu işi sən yerinə yetir. Ancaq diqqətli ol. Burada isə bağlayıcıdır. Sözlər və cümlələr arasında əlaqə yaradır. Həmçinin burada nə sözü var, nə ədat kimi ola bilər, nə gözəl yaraşır. Həmçinin bağlayıcı kimi, nə də bağlayıcısı təkrarlanır. Həmçinin yəni də var. Yəni, bu tanıdığımız xanların hamısının dədə-babaları xan olmuşdur. Həqiqətən uzaq insanda, yəni beyni qapalı, çar-çor insanda kin, ədavət hissi güclü olur. Burada isə aydınlaşdırma bağlayıcısıdır. Yəni, birinci məqamda ədat, ikinci məqamda aydınlaşdırma bağlayıcısı. Sonra davam edək. Ki, da, də, la, lə. Köməkçi nitq hissələri, səs və hərf tərkibi eyni olan şəkilçilərlə səhv salmaq olmaz. İndi bunların işlənmə məqamlarına baxaq. Deməli, birinci baxırıq ki. Ki, ədat kimi də işlənə bilir. Bağlayıcı kimi, həmçinin hissəci, yəni şəkilçi kimi də işlənə bilir. İndi bunların işlənmə məqamlarına baxaq. Ki, bağlayıcı kimi işləndikdə cümlənin ortasında gəlir və özündən sonra vergül qoyulur. Həmçinin özündən əvvəl işlənən söz cümlədə xəbər olur. Bir nümunə yazaq. Bizə xəbər verdilər ki, sabah dərs olmaz. Burada diqqət eləyək. Ki,
cümlənin ortasında gəlib, özündən sonra vergül qoyulub, həmçinin özündən əvvəl gələn söz xəbər vəzifəsində işlənib. Demək, bu məqamda ki bağlayıcı olur. Yəni, bağlayıcı kimi işlənir. Digər məqamda ədat kimi işləndikdə nümunə yazaq. Sən ki bunu bilirdin. Ədat kimi işləndikdə özündən sonra vergül qoyulmur, həmçinin fikri qüvvətləndirmək məqsədi ilə işlənir. Həm cümlənin ortasında, yəni əvvəlində, həm də sonunda işlənə bilir. Həmçinin bunu belə də yaza bilərik. Sən bunu bilmirdin ki, yəni bu zaman sual ədatı olur. Yəni cümlənin sonunda işlənəndə sual ədatı olur. Cümlənin əvvəlində işlənəndə isə qüvvətləndirici ədat olur. İstisna hallarda ki'dən sonra ədat olanda vergül də qoyula bilər. Məsələn, gətirmir ki, gətirmir. Yəni, bu cümlədə ki ədatdır. Baxmayaraq ki, özündən sonra vergül qoyulub, amma yenə ədat olur. Çünki burada bağlayıcı kimi cümlələri bir-birinə bağlamağa xidmət etmir. Sadəcə olaraq bədii məqsədlər üçün, məsələn, təkrar olunub sözlər və burada ki işlənib və ədat kimi çıxış edir. Sonra da, dənin işlənmə məqamlarına baxaq. Da, də də həmçinin cümlədə ədat, şəkilçi və bağlayıcı kimi işlənə bilir. Birinci bağlayıcı kimi işlənmə məqamına baxaq. Bağlayıcı kimi işləndikdə, məsələn, kitabda, qələmdə, stolun üstündə idi. Burada özündən sonra vergül qoyuruq. Bağlayıcı kimi işləndikdə sadalama olur. Kitabda, qələmdə, dəftərdə, stolun üstündə idi. Həmçinin digər məqamda da işlənə bilər. Tək işlənsə də yenə sadalama intonasiyası olur. Məsələn, sən də gəl. Burada bir da bağlayıcımız işlənib, sən də gəl. Amma yenə bağlayıcıdır. Çünki yəni, əvvəl kimsə gəlib ki, sonra deyirik ki, sən də gəl. Yəni, bu məqamda bağlayıcı olur. Ədat kimi işləndikdə fikri qüvvətləndirir. Məsələn, deyirik ki, gəl də, oxu da. Yəni, burada fikri qüvvətləndirməyə xidmət edir. Həmçinin da, də şəkilçi kimi də işlənə bilir. Məsələn, kitabda maraqlı məlumatlar var idi. Burada da, də yerli çal şəkilçisi kimi işlənir. Digər məqamda leksik şəkilçisi kimi də işlənə bilər. Məsələn, gündə bizə gəlirdi. Və yaxud yayda, qışda, nə zaman? Yəni, bu cür formalarda istifadə eləyə bilərik. Sonra davam edək. ilə. ilə də yerinə görə bağlayıcı, qoşma və qısaldılmış formada şəkilçi kimi işlənə bilir. ilə bağlayıcı olduqda, məsələn, Əli ilə Həsən gəldi. Əli ilə Həsən gəldilər. Birinci məqamda Əli ilə Həsən gəldi. Əgər xəbər təkdə işlənibsə, bu zaman ilə qoşmadır. Əli ilə Həsən gəldilər. Əgər
cəmdə işlənibsə xəbər, bu zaman ilə bağlayıcıdır. Çünki burada həmciz mübtədaları bir-birinə bağlayıb. Həmçinin bunları fərqləndirmək üçün bilməliyik ki, ilə bağlayıcı kimi işləndikdə biz onu və ilə əvəz edə bilirik. Əli ilə Həsən gəldilər, Əli və Həsən gəldi. Əli və Həsən gəldilər daha doğrusu. Yəni cəmdə olanda bağlayıcı kimi işlənir. Və biz onu və ilə əvəz edə bilirik. Amma qoşma ilə işlənəndə və ilə əvəz etmək olmur. Həmçinin qoşma olanda birgəlik, vasitə bildirir. Məsələn, qələmlə yazıram. Yəni qələm ilə və yaxud maşınla gəldi, yəni maşının vasitəsilə. Həmçinin lalə zərf düzəldən şəkilçi kimi də işlənir. Sürətlə getdi. Necə sualına cavab verir? Sürətlə, necə sürətlə? Yəni zərf kimi işlənəndə necə sualına cavab verir. Həmçinin ilə feil düzəldən şəkilçi kimi də, yəni qısaldılmış forması. Məsələn, başla, işə başla, nə et? Feil kimi işlənəndə nə etmək sualına cavab verir. Həmçinin ca-cənin də işlənmə məqamlarına baxaq. Ca da həmçinin qoşma kimi işlənir. İndi onun qoşma kimi işlənmə məqamlarına baxaq. Məsələn, yaşca səndən böyükdür. Məsələn, yol boyunca ağaclar əkilmişdir. Məncə səni çox istəyən yoxdur. Burada qoşma kimi işlənir. Yaşca, boyunca, yəni boy ilə, məncə, yəni mən qədər, qədər, ilə, görə sözlərlə əvəz edə biliriksə, bu zaman qoşma kimi işlənir. Həmçinin ca-cə ədat kimi də işlənə bilir. Ədat kimi işləndikdə yaxşıca, yəni sifətlərə, həmçinin zərflərə, saylara qoşula bilir. Yaxşıca, bircə. Həmçinin ca-cə şəkilçi kimi də işlənə bilir. Məsələn, türkcə. Türkcə, aha. Bu zaman rusca, ingiliscə, ca-cə leksik şəkilçi olur. Sonra davam edək. Köməkçilik hissələrinin sinonimliyi. Bəzi köməkçilik hissələri bir-biri ilə sinonimlik təşkil edir. Bu zaman onlar cümlə daxilində bir-birini əvəz edə bilir. Uşaqlar meşəyə tərəf, meşəyə doğru, meşəyə sarı qaçdılar. Dərs qurtarmışdı, amma ancaq lakin evə getməyə tələsmirdi. Yəni sinonim olma məqamında biri digərini əvəz edə bilir. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.